Biz Qırğızstanın paytaxtı Bişkekdəyik. Artıq bir neçə gündür ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə burada ilk dəfə Azərbaycanın mədəniyyət günləri keçirilir. Bununla əlaqədar bu günlər ərzində bir neçə tədbirlər baş tutub. Bizim milli dəyərlərimizi əks etdirən sərgi təşkil olundu, eləcə də əməkdar artistlərin çıxışı ilə qala konsert keçirildi. Azərbaycanın milli rəqs ansambli möhtəşəm çıxışı ilə Qırğız tamaşaçısının sevgisini qazandı. Belə ki, Qırğızistan Milli Kitabxanasında Azərbaycana məxsus kitab gülçəsi açıldı. Gənc aktyorlar üçün master-klass keçirildi. Bugün isə proqramda qədim milli alətlər konserti və caz axşamı yer tutur. Beləliklə, Qırğızistanda Azərbaycanın mədəniyyət günləri başa çatır. Bəli, Azərbaycan öz mədəniyyətini dünyaya nümayiş etdirməyə davam edir və əminliklə deyə bilərəm ki, biz milli sərvətimiz olan mədəni dəyərlərimizi Qırğız xalqına nəinki nümayiş etdirə, həm də sevdirə bildik.